Arkadaşlar diqqətlə baxın. Az sonra sizə bir məlumat verəcəm ki, əqliniz başınızdan gedəcək. Gözləriniz yerindən çıxacaq. Dəyərli Azərbaycanlılar, hər kəsə məlumdur ki, indiyə qədər mən sizlərə heç bir yanlış məlumat verməmişəm. Əgərlərin məlumat hakimiyyətin daxilində təsdiq olmasaydı, təbii ki, bu videonu da çəkməyəcəkdim. Hər kəsə məlumdur ki, Mehribanı, İlhamı, qızlarını, oğlunu, onlara yaxın olan insanların hamısını xaricdən gəlmiş, yəni təhsil almış xarici vətəndaşları qoruyur. Birini İrlandiyalı, birini İngiliz, birini Kanadalı, birini Amerikalı. Ümumiyyətlə, müxtəlif ölkələrdən qoruma var. Mehribanın ətrafında və İlhamın ətrafında təbii ki. Mehribanın arxasında gördüyünüz bu qaqaş, çox uzatmaq istəmirəm, keçirəm mətləbə. Bu qaqaş İrlandiyalıdır. İrlandiyadan 6 aya yaxındır ki, Mehriban Əliyevanın qorunması üçün kontraktla Azərbaycana dəvət olunub. Gəlib, Mehribanı çox gözəl qoruyur. Hətta onun zontikində görürsünüz, tutur. Amma Mehriban Əliyeva pis niyyətindən qalmayıb. İrlandiyalı bu oğlana gözü düşüb. Ümumiyyətlə, hər kəsə məlumdur ki, bu Mehriban Əliyeva Sarkozini, Lukashenkonu, Putini öz caynağına keçirdib. Öz yatağında cinsi istismara məruz qoyub. Bax, bu Mehriban Əliyeva. Bir neçə həftə bundan öncə Mehriban Əliyeva Baku portdakı olan ofisinə gedən zaman bu yoldaşa öz sevgisini etiraf edib. Bu oğlan Mehriban Əliyevaya yaşlı olduğunu və ailəli olduğunu bildirib. Bilirsiniz ki, xaricdə əgər ailəlidirsə, heç zaman gedib başqa qadınlara kişilər toxunmazlar. Bunların özünün adəti, ənənələri var. Yəni, qadınlarına çox sədaqətli olurlar xaricdə, İngilislər, Amerikanlar, Kanadalılar. Bizdə kimi hər kəsə asılmırlar, yaşlıya, qocaya, cavana. Dəyərli Azərbaycanlılar, bu Mehriban Əliyevaya deyib ki, alınan iş deyil. Amma Mehriban Əliyeva bunu məcburi şəkildə Baku portdakı otağına saldırıbsa, sən kimsən ki, mən o Mehribanam ki, Putini, Sarkozini, Lukashenko'yu yatağıma salmışam. Sən kimsən ki, mənim yatağıma girmirsən. Mehriban Əliyeva Mercedes tursini aşağı çəkərək büzüşmüş mamışını bu İrlandiyalı qaqaşın promoy dirib ağzına. And içirlər ki, hakimiyyətin daxilindən İrlandiyalı qaqaş gecin Azərbaycandan qaçıb, gedib. Mehriban Əliyevaya qarşı konkret olaraq cinayət işi açılıb. Bilmirəm, Mehribana o cinayət işinə nəsə eləyə biləcəklər, eləyə bilməyəcəklər. Burada yalancı olaram. Amma bildiyim budur ki, Mehriban Əliyeva bu İrlandiyalı qaqaşa mamışını yalatdırıb. Yəni istədim ki, bu məlumat sizlərlə bölüşəm. Mehriban Əliyevanın qoca olmasına baxmayın, canı suludur. Mehriban Əliyeva istədiyi insanları öz yatağına salmağı bacarır. Bacara bilməyəndə də Mercedes tursini aşağı çəkir, qırışmış mamışını ağzına qoyub. Cana İrlandiyalı, sənin nə çəkdiyini yalnız özün bilərsən. Mən